Bəli, bəzən bu tələblər doğrudan da heç reallığı əks elətdirmir, elə kağız üzərində qalır. Qaynar xəttimizə də ara-sıra işdən haqsız yerə çıxarılan və yaxud da iş yeri bağlanan şəxsin kompensasiya ala bilməməsi ilə bağlı müraciətlər daxil olur. Bu məsələləri tez-tez biz də gündəmə gətiririk, onların bu probleminin həllinə işıq salırıq. Bəli, bu mövzuda bir xəbərimiz var ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-aprel ayları ərzində işə götürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bəli, həmçinin işdən qanunsuz çıxarılmış 30 nəfər əvvəlki işlərinə bərpa olunub. Həmin vəsaiti işə götürənlər tərəfindən işçilərə ödənilib və ümid edirik ki, həmin şəxslər sırasında bizə müraciət edən şəxslər də var. Bəli, bəs ümumiyyətlə iş yerlərində hüququ pozulanlar nə etməlidir? İşçi səbəbsiz yerə işdən çıxarılırsa, hansı hüquqi mexanizm burada işə düşür? Suallar çoxdur, ona görə də bu mövzu barədə studiyamızda müzakirə açırıq. Qonağımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin əməkdaşı Bilqeyis Mehdiyevadır. Xoş gəlmişsiniz Bilqeyis xanım studiyamıza. Bilqeyis xanım, elə ilk olaraq süjetimizlə bağlı münasibət almaq istəyərdik. Bəzən doğrudan da işə qəbulla bağlı lazım oldu-olmadı elə tələblər qoyulur ki, sanki məqsəd işçi tapmaq yox, daha da onu tapmamağa qarşılarına məqsəd qoyurlar. Necə düşünürsünüz bu barədə? Bu işin xarakterinə görə dəyişə bilər, ümumiyyətlə, əvvəla onu deyim ki, belə ki, yəni bütün işlər bildiyimiz kimi eyni deyil. Yəni ona görə həmən işə münasibətdə, məsələn, azyaşlı uşaqlarla işləyən şəxslərlə, hər hansı marketdə işləyən şəxs eyni deyil. Ona görə onların qoyulan tələblər də fərqli ola bilər. Bu, yəni işə götürənin müəyyən etdiyi haldır təbii ki. Amma bu tələblər təbii ki, qanunvericinin tələbi pozulmayaraq müəyyən olunmalıdır. Nə bilim, əlavə sənədlərin tələb olunması və yaxud digər göstərişlərə cavab vermək. Yəni, əsas qanun tələbinə uyğun olmasıdır. Qalan məsələlər işə götürən işçinin arasında müəyyən oluna bilər. Bilqeyis xanım, bu yanvar-aprel ayları ərzində gecikdirilmiş ödənişlər əsasən hansı sahələri əhatə edib? Belə bir statistika varmı? 110 min manat səhv eləmirəmsə. Bəli, 110 min manat məbləğində ödənişlərin edilməsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə əsasən təmin olunub. Burada 88,9%, yəni ümumi yuvarlaqlaşdırıb desək 90% məbləğ əmək haqqını əhatə eləyir. Əmək haqqı dedikdə ola bilər ki, insanın, yəni vətəndaşların ağlına sırf vəzifə maaşı gələ bilər, amma əmək haqqı daha geniş anlayışdır. Bura əmək haqqına əlavələr aiddir, müəyyən mükafatlar aiddir. Bunlar əmək haqqı ödənişləridir. Həmçinin vəzifə maaşı da bura aiddir. Burada gecikmələr əsas məsələ nə vaxt gecikdirildiyini müəyyən eləməkdən irəli gəlir. Bu isə məcəllədə həmin vaxt müəyyən olur. Yəni, necə əmək haqqının ödənilməsi müddəti müəyyən olunur ki, əmək haqqı əgər aylıq ödənilirsə, ayda 2 dəfədən az olmayaraq 16 gün arayla əmək haqqı ödənilməlidir. Amma işçi və işə götürən arasında əmək müqaviləsi bağlanarkən onlar başqa vaxtda müəyyən edib, yəni konkret vaxt müəyyən edə bilərlər ki, məsələn, hər ayın 5-dən gec olmayaraq əmək haqqı ödənilsin. Yəni, həmən ayın artıq 5-i keçəndən sonra, yəni əmək müqavilədə, mən məsəl üçün 5-i deyirəm, əmək müqaviləsində hansı tarix müəyyən olunubsa, həmən vaxt keçdikdən sonra artıq əmək haqqı gecikdirilmiş hesab olunur. Gecikdirilmiş ödənişlərin qarşısını almaq üçün hansı mexanizmlər tətbiq edilir ümumiyyətlə? Bu baş verməsin deyə. Baş verməsin deyə dediyim kimi, əvvəla müəyyən vaxt müəyyən olunmalıdır, konkret bir vaxt müəyyən olunmalıdır ki, əmək müqaviləsində bu vaxt ərzində ödəniləcək əmək haqqı. Ödəniş forması təbii ki, müəyyən olunmalıdır. Ödəniş forması dediyim, yəni natura şəklində və həmçinin nağdsız qaydada da ödənilə bilər, pul formasında. Burada nağdsız qaydada ödənilməsi əsas şərtdir, pul formasında ödənilirsə. Və əgər hüququnu pozulduğunu hesab edirsə vətəndaş və yaxud fiziki şəxs. Hansı formada müraciət eləməlidir işçi? İşçi hər hansı formada müraciət eləyə bilər. Yəni, məhkəməyə müraciət eləyə bilər bununla bağlı. Həmçinin hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət eləyə bilər. Hansı ki, bu işə bərpa məsələsində biz qeyd etdik ki, 30 şəxsin işə bərpası təmin olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas fəaliyyət istiqamətlərində, əsas vəzifələrindən biri də əmək qanunvericiliyinin pozulmasına nəzarət eləmək və bunun qarşısını almasına
yəni şikayətlər varsa təmin eləməkdən ibarətdir. Lakin bizim işə bərpa eləməyə vəzifəmiz yoxdur. Biz dediyim Dövlət Əmək Müfəttişliyi xidmətidir. Dövlət Əmək Müfəttişliyi xidməti vətəndaşın ona etdiyi müraciət əsasında, məsələn, işdən azad olunması ilə bağlı, qanunsuz əmək qanunvericiliyinin pozulması ilə işdən azad olunmasını hesab edirsə vətəndaş, bununla bağlı xidmətə müraciət edirsə, xidmət bununla bağlı araşdırma aparır və həqiqətən də həmin əmrin, işdən çıxarma əmrinin qanunsuz olduğunu və ya qanunsuz olmadığı barədə qərar çıxarır. Həmən qərarda Dövlət Əmək Müfəttişliyi xidməti, yəni işə bərpa olunması barədə göstəriş vermir. Sadəcə həmən qərar, əmrin qanunsuz olduğunu göstərir və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb eləyir və bu da şərti qaydada olur ki, yəni həmən əmrin ləğv olunmasını kimi göstəriş qoya bilər işə götürənə qarşı və işə götürən artıq qanunsuz əmrini ləğv etdikdə vətəndaş avtomatik olaraq işinə bərpa olunmuş olur. Yəni bu 30 şəxs də bu şəkildə işə bərpa olunmuş hesab olunur. Bəs ən çox hansı səbəblər işə götürən, yəni bu işə götürənlərin ödənişlərinin gecikməsinə səbəb gətirib çıxarır? Söhbət sadəcə əmək haqqı ödənişindən getmir hər halda. Məsələn, belə deyək də, işçi ilə işə götürən arasında yaranan mübahisələrdən biri də bu əmək məzuniyyətindən istifadə eləməməklə bağlı kompensasiya məsələsidir. Bununla bağlı işçilərdə sual yaranır. İşçi deyir ki, tutaq ki, mən əmək məzuniyyətindən istifadə eləməyim, tutaq ki, mart ayında kifayət qədər qeyri-iş günləri var və yaxud digər ayda mənə yetəcək qədər qeyri-iş günləri var, mən istifadə eləməyim, əvəzinə kompensasiya götürüm. Yəni, bu fikri düzgün deyil. Burada əsas işə götürənin yaratdığı maneələrə görə, icazə verməməsinə görə bu halın gətirib çıxarmasıdır. Ola bilər ki, işçi məsələn... Yəni, işçinin öz təşəbbüsü ilə olmur, işə götürənin təşəbbüsü ilə. Yox, əmək məzuniyyətindən istifadə edilməməsinə, yəni işçi maneə yaradıbsa, işə götürən maneə yaradıbsa, onda yaranır. Məsələn, tutaq ki, işçinin əmək məzuniyyətindən sosial məzuniyyət eyni vaxtda düşüb və yaxud da işçi xəstələnib, əmək qabiliyyətini müvəqqəti olaraq itirib, onda əmək məzuniyyətindən istifadə eləyə bilməyibsə, yəni bu bir növ işə götürənin təbii ki, günahı deyək də belə deyil. Amma yəni baxmayaraq, belə olmasına baxmayaraq, yəni o kompensasiyanı ödəyə bilər. Və burada belə bir, yəni bunun problemin aradan qaldırılması məzuniyyətlə bağlı, ödənişlərlə bağlı daha dəqiq formalaşdırmaq üçün əsas məcəllənin əsas göstərişlərindən biri də odur ki, ilin əvvəlində həmin il üçün məzuniyyət qrafiki müəyyən olunur ki, kim hansı vaxtda, nə qədər müddətdə məzuniyyətə çıxacaq. Yəni, təbii ki, hər kəs istədiyi kimi məzuniyyətdən istifadə edə bilər. Bunu heç kim qadağa qoymur, heç nə məhdudlaşdırmır. Sadəcə həmən qrafiki müəyyən eləyir ki, müəyyən olunsun ki, hansı vaxtda necə tənzimlənəcək əmək məzuniyyətindən istifadə edən. Bilgeyiz xanım, əvvəlki işinə bərpa olunan o 30 nəfər hansı sektorda çalışırdı? Yəni, bir çeşidləmə varmı? Bir statistikasını aparmışsa müxtəlifdir? Yox, onunla bağlı dəqiq bir məlumatım. Amma əsas odur ki, 30 nəfər öz işinə bərpa olunur. Əsas bəli, odur ki, hüquq pozulması aradan qaldırılıb, şəxslərin hüquqları bərpa olunub və işə bərpa olunaraq yəni öz vəzifələrini davam etdirə bilirlər. Bəs əmək müqaviləsi olmadan, yəni işləyənlərlə bağlı bu dövrdə nə qədər fakt aşkar olunub? Deyə bilərik ki, bu kifayət qədər çoxdur. Əmək müqaviləsi bağlamadan, bəli, əmək müqaviləsi bağlamadan. Hətta mən elə fikirləşirəm ki, bu əmək qanunvericiliyinə dair pozulmalar, məsuliyyətə cəlb olunanlar arasında ən çox bu məsələ öz əksini tapır. Bəli, bunun da kifayət qədər inzibati məsuliyyəti var, yəni cəriməsi falan yetəri qədərdir. Bu tədbirlər daha çox kimin üzərinə düşür bu məsuliyyət? İşə götürənin yoxsa işçinin? Təbii ki, işə götürənin. Burada əsas məsuliyyət işə götürənin, yəni işə götürən. Amma belə deyim, hazırki halda əmək müqaviləsinin elektron qaydada bağlanması bu hallara nisbətən aradan qaldırır. Yəni bu daha yaxşı nəzarət olunmasına gətirib çıxardır ki, əmək müqaviləsi olmadan işçilərin işlənməsi və digər belə deyim, tələblərdən yayınması daha yaxşı tənzimlənir. Rəqəmsal formada bu daha da öz hüquqi çəkisini saxlayıb deyirsiniz. Bəli, bir növ buna uyğun, yəni bu pozuntulara uyğun görülən tədbirlər də çəkindirmə prinsipi kimi təsir eləyir təbii ki, işə götürülmə. Bir məsələni toxunması, məcburi bərpa edilmə məsələsində işçilərin sayı əvvəlkilərlə müqayisədə artım varmı, yoxsa məsələn indi biz dedik 30, yoxsa əvvəlkilərdə bu proses davam eləyibmi? Belə bir statistika aparmısınızmı, yoxsa? Yox, bu barədə bir statistika aparılmayıb. Yəni ən azından məndə bu barədə məlumat yoxdur. Təbii ki, amma bu proses mütəmadi olaraq davam etdirilir də yəqin ki, əmək müfəttişliyi tərəfindən, yoxsa
Əmək müfəttişliyin profilaktik bir yoxlamadır bu. Belə deyim, biz sadəcə bunun statistikasını çıxardırıq ki, bu il xidmətin fəaliyyəti nəticəsində belə bir, yəni 4 ay ərzində, yanvar-aprel ayları ərzində belə bir nəticə ortaya çıxıb, statistika ortaya çıxıb. Yəni biz belə bir qarşımıza məqsəd qoymuruq ki, mütləq bu qədər olmalıdır, bunu eləyə, belə bir şey yoxdur, yəni məqsəd yoxdur. Sadəcə bizim məqsədimiz əmək qanunvericiliyinin pozulmasına nəzarət eləmək və bunun nəticəsində yaranan pozuntuları aradan qaldırmaq və müvafiq şikayətlərə görə tədbirlər görməkdir. Və bunun nəticəsində də dediyim kimi elə bir statistika ortaya çıxıb, biz də bunu paylaşmışıq. Bilgəz xanım, bəs bu müraciətlər, əgər bir nəfər müraciət eləyirsə bununla bağlı, bu hansı müddət ərzində bu araşdırılır, nəticəsini göstərir? Müəyyən, yəni belə deyim. Yəni uzun dövrmü tələb eləyir, yoxsa qısa müddət? Xeyr, yəni uzun dövr dediyim, əsas burada vətəndaşın, işçinin, hüququ pozulmuş işçinin hüquqlarının müdafiəsidirsə, belə deyə bilərik ki, burada hətta qanunsuz olaraq işdən azad olunmuş işçinin işə bərpa olunandan sonra onun məcburi olaraq işdən ayrıldığı müddətdə onun iş buraxma dövrü üçün olan əmək haqqısı da hətta hesablanır ki, yəni bu o qədər də məsələn müəyyən məhkəmədə ola bilər ki, iş uzana bilər. Çünki dediyim kimi hüquqları pozulmuş işçi məhkəmə qaydasında da müraciət eləyə bilər. İnzibati orqana da müraciət eləyə bilər. Məhkəmə qaydasında təbii ki, mən ona cavabdeh ola bilmərəm. Müvafiq məhkəmə orqanları buna daha doğru cavab verə bilər. Amma müəyyən ekspertizaların aparılması ilə bağlı və digər hallarla bağlı bəlkə uzana bilər. Amma xidmətdə aparılan araşdırmalar xeyr. Yəni kifayət qədər operativ, düzgün və dəqiq olduğu kimi operativ aparılmalıdır, təmin olunur. Bilgəsən, bəs işə götürənlərlə maarifləndirici görüşlər keçirilmir ki, bu kontekstdə, yəni bu tendensiyanın azalmasının qarşısını almaq üçün hansı tədbirlər görülür, hansı bir maarifləndirici tədbirlər? Mütəmadi olaraq xidmətin, hətta bildiyim qədərilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də əməkdaşları belə eləyir. Amma daha dəqiq bildiyim xidmətin əməkdaşları tərəfindən HR-larla müvafiq təlimlər keçirilir. Burada həm HR-lara belə deyim, yaranan problemlərlə bağlı göstərişlər desəm daha düzgün olmaz. Yəni müəyyən məsləhətlər verilir, məlumatlar verilir ki, məsələn bu şəkildə bunun edilməsi hansı pozuntulara yol aça bilər. Eyni zamanda da onların suallarına cavab verilir. Hüquqşünaslar adətən həmin təlimlərdə iştirak edirlər və onların suallarına həm cavab verirlər, həm də onları məlumatlandırırlar. Aydındır. Təşəkkür edirəm Bilgəz xanım, studiyamıza gəlib suallarımızı cavablandırdınız. Minnətdarıq.